tamamilə bax bu gözəl bir səhnədən yer alıb çıxış etmək arzusundadırlar. Hər çətinliyi aşaraq irəliləmək. Əslində bugün sizinlə tam fərqli, tam başqa, biraz işdən, biraz həyatdan, biraz çətinlikdən danışacağım. Hər zaman olduğu kimi rəhbərlərim bilir, hardan başlayıb, hardan bitirəcəyik, onu danışdıqca mövzumuz tələb edəcək. Və başlanğıc olaraq bizim slaydlarımızdan başlamaq istəyirəm. Mənim təcrübələrim, Aysel Abdullayeva. İlk öncə sözümü təqdim etmək istəyirəm. Mən Aysel Abdullayeva, təsdiqlənmiş yaqut direktor, açıq rütbəli, brilyant direktor. Bu uğuru qazanmaq üçün, dəyərli xanımlar, bir çox çətinliklərdən keçdim. Mən dayanmadım, mən pes etmədim, mən bacardım. Bunun üçün də özümü və dəyərli rəhbərlərimi təbrik edirəm. Ona görə ki, mənim əlimi buraxmadılar. Mənim yanımda olan dəyərli dostlarım, dəyərli komandam, yaxşı ki varsınız. Həyatda çətinliklərlə qarşılaşdım və onları necə aşdım. Əslində, sizin üçün izləmək bəlkə də biraz, nə bilim, kədərli ola bilər, fərqli ola bilər. Amma mənim üçün artıq bu maceraya çevrilib. Çünki artıq birinci dəfə deyil bunları yaşayıram. Bəzən məni izləyən xanımlar düşünürlər ki, necə güclü ola bilərsən, necə belə gülümsəyərək keçə bilərsən. Familik həyatımda mənə mane olan bir çox şeylər oldu. Bu mənim səhhətim oldu. Bir gün yeriməyəcəksən, yaddaşını itirəcəksən, bir ay qalıb həyatı var, bir aydan sonra dünyadan köçəcəksən kimi həkimlərin mənə bildirdiyi fikirlər. Hər zaman bunları bildirəndə, dəyərli xanımlar, bəlkə başqası olsaydı qorxardı, panika yaşayardı. Amma mənim üçün artıq adiləşib bu şeylər. Yəni, mənə qarşı tərəfdən həkimlər bildirəndə ki, xanımlar deyirlər, nədir o elə? Yenə də gülərək deyəcəm. 2 il bundan öncə qan xərçənginə tutulmuşdum. Amma bugün Allahıma şükürlər olsun, çox pozitiv, gözəl qarşılayıram. Çünki artıq hər şey bitib. Şükürlər olsun. Bunun üçün də ilk öncə özümə təşəkkür edirəm. Həqiqətən də. Mən bacardım. Və mənə həkimlərin deməyi ki, bir ay qalıb ömrü və bilinmir bir aydan sonra yaşayacaqsan, yaşamayacaqsan, mən onlara gülümsüyürdüm həqiqətən də. Niyə? Çünki bu həkimlərin bildirdiyindən bir il öncə də mən bir qaza keçirmişdim. Və mənə bildirdilər ki, Aysel xanım, siz yeriməyəcəksiniz. Yerisəz də aksiyaraq, mən normal yeriyirəm. Buna şükürlər olsun, heç bir aksama falan yoxdur. Və ondan da bir il öncə 20 gün komada olmuşam. Dəm qazından zəhərlənib. Artıq mənim üçün, belə deyim də, o qədər maceraya çevrilmişdi ki, o həyatda o tərəfə gedib, bu tərəfə gəlmək, belə deyək də, əyləncəyə çevrilib artıq mənim üçün bunlar. Və hər kəs, ətrafda qohumlarım, yaxınlarım, mamam, baxır üzümə, deyirəm, niyə ağlayırsınız? Xəstə olan mən idim də. Mənim üçün normaldır, heç vecimə də deyil. Həqiqətən də elədir. Bəzən də düşünürəm ki, həqiqətən də Allah kim dözə biləcəksə, ötəsindən gələ biləcəksə, o çətinliyi o xanıma verir, o insanlara verir. Və belə deyim də xanımlar, əslində mən bugün gülərək danışıram, mən çox xoşbəxtəm, çünki mən həyatdayam, mən hər şeyin öhdəsindən gəlmişəm. Mən əvvəllər gələndə necə işləyirdim, bugün necə işləyirəm, bunları da danışacağım. Və hal-hazırda bildirmək istədiyim odur ki, xanımlar, bəzən bir çoxlarınız deyirsiniz ki, problemlərim var, komandam işləmir, qaynanam danışır, yoldaşım danışır, sosial şəbəkələrə icazəm yoxdur. Amma xanımlar, bunlar bəhanədir. Bir var, evdə kiminsə fikirləri ilə mübarizə aparasan. Bir də var, həyatda yaşamaq üçün mübarizə aparasan. Sabaha sağ çıxıb çıxmayacağım bəlli deyil. Bilmirsən, yaşayacaqsan, yaşamayacaqsan, amma sən mübarizə aparırsan. Mən düz 5 ay Bakıda qan institutunda ağır rejimdə yatdım. Yəni bilinmirdi nə olacaq. Heç mənim vecimə də deyildi. Niyə? Bizim dəyərli brilyant direktorumuz Aygün xanımın hər zaman bir sözü mənim yadıma düşürdü. Aysel, hər qaranlıq gecənin nurlu bir sabahı var. O kəlmə hər zaman mənim alnımdadır
və nurlu sabah axtarırdım. Düşünə bilirsiniz, orada nə qədər həkim var, hamını qeydiyyat edib brilyant direktor oldum. Həqiqətən də bəzən özümə deyirəm ki, çox bədbinəm. Orada elə şeylər arzulayıram ki, elə bir yerə gedim ki, mən orada rütbə açayım. Daha ora yox da, fərqli bir yer seçmək lazım idi. Ora yox. Həqiqətən də mən bunun ötəsindən gəldim. Mən bunu açdım. Mən dayandım mı? Dayanmadım. Komandam və liderlik. Artıq keçid almaq istəyirəm iş rejimə. Mən çox güclü rekrutingçiyəm. Bəzən xanımlar, necə deyim, üzərindən belə keçə bilərlər. Həqiqətən də rekrutingdə mənim rəqibim yoxdur. Azərbaycanda rəqib yoxdur. Niyə yoxdur? Maksimum 35-40 saniyə istənilən bir xanımı ikna edə bilərəm. Onlar mənə geri dönüş etsin. Amma niyə bugün təsdiqlənmiş Yaqut açıq rütbəli brilyant direktoram? Bu qədər gündə 15, 20, 30 şəxsi qeydiyyata rəğmən. Komanda və liderlik. Mən böyük kütlə yığırdım sadəcə. Gəlin, komandama gəlin, hamı gəlin. Hamı gəlirdi. Amma mənim səhvim nə idi? Əslində o qədər insanla bu 4 il ərzində günə 15, 20, 30 qeydiyyatla. Bilirsiniz haralarda? Amma bu yıllarda. Mən səhv edirdim. Buradan xanımlara bildirmək istəyirəm ki, xanımlar, bu səhvi itməyin. Mən sadəcə kütlə yığırdım. Səbuqa Dadaşova. O mənə bildirdi ki, Ayşe, sən boş yerləncikdə yerlənirsən. Həqiqətən də Səni kimi danışırdı. O boş yerləncik toxundu mənə. Necə yəni mən boş yerləncikdə yerlənirəm? Bir də ki, rəhbərlərim mənə üz verməyəndə mən acığa işləyirəm. Mən buradayam, mən buradayam. Həqiqətən də bəzən deyirəm Səbuqa xanım, mənə üz vermə, bu gedim elit olum, acığa. Acığa elit olum. Həqiqətən də, yəni, mən varam, mən buradayam kəlməsini hər zaman deməyə seçmişəm. Birinci mənəm, mən olmalıyam kəlməsini sevmişəm. Hər zaman arzum olub ki, uşaqlıqdan da hər kəsin bu liderlik mövzusuna qayıdacaq. Sadəcə olaraq mənim hobbim budur. Bəzən mövzusuna kənarlaşıram, qayıdıram ora. Bu arada sakit dinlədiyiniz üçün təşəkkür edirəm. Çox sağ olun. Xanımlar, belə deyim də, əslində vacib olan bilirsiniz nədir? Xəyal qurub, onu yaşamaqdır. Biz nəyinsə xəyalını qururuqsa, onu yaşamalıyıq. Yenə qayıdıram o xəstəxanaya. Şirkətimiz Misrə səyahət qoymuşdu. Təsəvvür elə, qolda ximya üsyan edirəm orada, polnu musiqi. Misrə gedirəm. Həqiqətən də Misrə gedirəm. Misrə elədilər Türkiyə. Mən Türkiyə səyahətini qazandım, 2 nəfərlik. Plus Vietnamı da qazanmışam. Həqiqətən də xanımlar, buradan bildirmək istəyirəm ki, sadəcə xəyal qurmaq deyil, xəyallarımızı yaşamalıyıq. Mən bu dünyaya xəyallarımı yaşamaq üçün gəlmişəm. Hər zaman balaca qızların arzusu olub ki, gözəl evlər, gəzintilər. Mənim hər zaman arzum olub ki, çox kasıb bir ailəyə qismət olub, çox kasıb. Onların 1 manatları belə olmasın. O evdə ən çox pul qazanan mən olum. Həmişə arzum olub. Sadəcə düşüncəm pul qazanmaq olub. Düşüncəm pul qazanmaq, niyə pul qazanmaq? Mən əslində kasıb bir ailənin bir qızı olmamışam. Yetərincə gəliri, ailənin tək qızı, bax belə ovucun içində saxlanılan bir qız olmuşam. Mən ailə qurana qədər boşqab belə yumamışam. Olmaz, əllərin xarab olur. Belə, yəni, böyümüşəm, amma çox kasıb bir ailənin evində istəyirdim, gəlin olum. Amma xanımlar, başa düşdüm ki, yox, usta, nə olsun ki, gəlmişəm? Mən belə yaşamaq istəmirəm axı. İstədiyimi ala bilmirəm, geyinə bilmirəm, gəzə bilmirəm. Xeyr ola, mən hansısa seriala bir tanınmış aktyorun həyatına baxım. Mənlik deyil o. Mən düşündüm ki, mən qərar verdim ki, mən öz ayaqlarım üzərində dayanmalıyam. Mən bacarmalıyam, mən qazanmalıyam. Həyatda heç vaxt heç kimə möhtac olmamalıyam. Bir gün ayağım büdürər də, yenə deyirəm, nə düşünürəm olur bizdən. Bu
Bundan sonra söz vermişəm, özümün eşək şeylər düşünəcəm. Pis heç nə düşünməyəcəm. Nə düşünür onu Düşünmüşəm ki, nə vaxtsa maddi sıxıntım olar, heç kimə möhtac olmayım. Evladlarım böyüyə bilər, onlar mənə baxmaya da bilər. Məcbur deyil ki, evlad anasını saxlasın. Məcbur deyil ki, yoldaşım mənə elə qol-qanad gəlsin. Çatışmır mənə o. Məcbur deyil. Heç kim heç nəyə həmişə məcbur deyil. Mən qərar verdim ki, mən öz ayaqlarım üzərində dayanım. Mən fabirlikə çəmçəmi qoyub gəlməmişəm. Mən çox gözəl çizimçiyəm, dekalçıyam. Çox gözəl də fabirlikə qədər qazancım olub. Dəyərli direktorum, bir gün Günel Məmmədova, mən direktor çıxırdım, 19%'deydim, mənə dedi, Aysel, batacaqsan. Dedim, niyə? Ya fabirlik, ya digər işi. Dedim, yox, bu boyda əziyyət çəkmişəm, komanda yığmışam. Düşünə bilirsiniz, hər şeyimin üstündən xət çəkdim, ateliyemi bağladım, işçiləri işdən çıxardım. Böyük bir risk aldım, mənim üçün həqiqətən də böyük bir risk idi bu. Və illərdir, oraya gəlib necə çatmışam, onları danışmayacaq, vaxtımız azdır. O da onun da öz macərası var. Qismət olar bir gün danışaram. Əslində xanımlar deyir, mən bacarmıram, mən yoruluram, uşaqlarım var. O digər əvvəlki işimi 42 kilo çəkidə 14 kilo qucaqda uşaqla piyada 5 astanovkanı gedib dərsi alıb gəlib öyrənmişəm. Qırmızı diplomla bitirmişəm. Mənə yol pulu belə vermirdi yoldaşım ki, sənə lazım deyil işləmək. Gedirsən, ged elə belə. Mən sadəcə olaraq inatkar insanam. Çox inatkaram. Moskva həqiqətən də çox gözəldir qızlar. Orada olmağa dəyər. Orada olmağa dəyər. Bax, o səhnəni görürsünüz, bu çox gözəldir. O səhnəyə gedərkən, yəni ora gedərkən belə deyim, mən ikinci qəzamı yaşamışdım. Ağır pastel rejimində yeriyə bilmirdim. Oranın biletini aldım. Oranın biletini aldım çünki mən çox inatkaram. Mən onu istəyirdim. Mən getməliydim. Getdim, qayıtdım. Başqa bir şeylə uğraşdım, şimdi dedim də dağıldı. Yenə də qayıtdım, yenə də mən bu səhnədəyəm. Və xanımlar, sizə demək istəyirəm ki, mən fabirlikdən öncə digər başqa bir şirkətdəydim. Niyə o şirkətdə qalmadım? Mənə diqqət yox idi, mənə qayğı yox idi. O onun üstünə atırdı, bu bunun üstünə atırdı. Bəlkə də orada qalsaydım, nələrsə eləyərdim. Buradan sizə səslənirəm ki, mən də o səhvi etmişəm, artıq etmirəm o səhvləri. Ona görə deyirəm ki, xanımlar, diqqətli olmalıyıq. Hər birimizin məqsədi uğurlu olmaqdır. Amacımız eynidir. Fərqli-fərqli, rəqib deməzdim, həmkarlarım, ayrı komandalardan. Hamımızın məqsədi uğur qazanmaqdır, uğurlu olmaqdır. Mən heç vaxtı hansısa çıxışımda, hansısa təlimimdə durum, sətirlər, dastanlar, əzbərliyim, çıxım, danışım, bu deyiləm. Məni dinləyən hər kəsin fikrini özümdə cəm eləyə biləcək biriyəm. Mən özümə inanıram. Mən qarşı tərəfi rahatçılıqla diqqətini çəkəcək bir insanam. Mən buyam. Mən özümü sevirəm. Mən özümü tərif etmək istəmirəm. Sadəcə olaraq sizə bildirmək istəyirəm ki, bu işin də öz sirləri var. Əsas vacib olan sirlərdən biri odur ki, qarşı tərəflə səmimi diyalogda olmaq. Vacib olan budur. Mən bunu etmirdim. Mən artıq 2 ayda bunu icra edirəm. Və bir kataloqa 3, 4, 5 rütbaçılı liderlərim var artıq. Həqiqətən də inanılmazdır. Bəzən özümə deyirəm, bu çox oldu axı. 3% gəlib necə 15 oldu. Dəyərim bilməyəcəyim, onu birdən-birə gəldi, qalxdı bura. Niyə o gəlib ora qalxdı? Çünki onun altında olan komanda üzvləri ilə, məsləhətçilərlə, əslində mən deyərdim, komanda nədir? Komanda eyni fikirdə olan xanımların cəmləşdiyi bir məkandır. Amma bizim qruplarımızda şampun almağa da, özü üçün marağa qoşulmağa da gələnlər çoxdur. Mən artıq qrup yox, komanda yetişdirməyə başlamışam. Mən liderlər yetişdirməyə başlamışam. Tata xanım, ona görə deyirəm, əfsanə geri qaydım. Ona görə deyirəm. Dinlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Hər zaman mənə verilən dəqiqədir, saniyədir, ondan kənara çıxmağı sevmirəm. Vaxtında, zamanında lazım olan qədər məncə danışmaq.